Salam. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Kanalıma və videoma da xoş gəldiniz. Bugün sizlərlə Uğura gedən yol mətnini keçəcəm. Səhifə 83-də. Bu mətnin izahı var YouTube-da. Yəni girib baxa bilərsiniz. Zamanın idarə olunması. Nəysə, mövzumuz edir. Mövzumuz Uğura gedən yoldur. Mən mətni oxumayacağım. Mətni oxumayanlar mətni oxusun. Daha sonra dərsə davam, daha doğrusu videoya gəlib izləsin. Keçirəm tapşırıq 1. Deməli, strateji məsələ, döyüş taktikası ifadələrini yada salaraq stratejiya və taktika sözlərini izah edin. Sizcə bu sözlərdən hansı son hədəf və hansı hədəfə aparan yollar mənasını verir? Deməli, strateji məsələ hərbi əhəmiyyəti olan müharibənin ümumi məqsədlərini həyata keçirilməsi baxımından əhəmiyyəti olan, daha sonra döyüş taktikası hərbi zamanı qoşunların qazanması və məğlub etmək üçün istifadə etdiyim qısa müddətli strateji üsuludur. Döyüş taktikasıdır. Daha sonra stratejiya hərbi əməliyyata müharibə hazırlama və aparma sənəti. Daha sonra taktika, döyüşə hazırlıq, yəni praktika. Elə başa düşün taktika sözün mənası. Və burada son iki sözümüz var. Son hədəf. Son hədəf insanın həyat boyu çatmaq istədiyi ən böyük məqsəd. Amma hədəfə aparan yolları isə nə istədiyi, yəni insanın nə istədiyini bilməkdə, ona görə hədəfə çatmaq və səbirli olmaq, çalışmaq, inkişaf etmək bir sözlə. Daha sonra keçirəm tapşırıq 2-ni uşaqlar sizin öz öhdənizə buraxıram. Keçirəm tapşırıq 3-ə. Deyir ki, verilmiş aforizmləri öz sözlərinizlə izah edin. Hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz. Michel Montaigne. Yəni birinci mənası odur ki, hədəfi olmayan uğur qazana bilməz, çünki istiqaməti yoxdur. Daha sonra tapşırıq 2. Bütün böyük işlərin əvvəli kiçik başlanğıcdır. Ciceron. Yəni burada da bunun ikinci sözün mənası isə böyük uğurlar kiçik addımlarla başlayır. 4-ü sizin öz öhdənizə buraxıram. Bugünkü qaydamız qoşmaların deyilişi və yazılışı. Çoxhecalı qoşmalar qoşulduğu sözlərdən ayrı yazılır. Çətinliklərə gərə bilmək üçün qaya kimi möhkəm olmaq lazımdır. Daha doğrusu çətinlikləri sinə gərmək üçün qaya kimi möhkəm olmaq lazımdır. Sonra çoxhecalı qoşmalarda dək, cancən, cacə, tək o cümlələrdən ilə qoşmaların ixtisar forması lalə qoşulduğu sözlərə bitişik yazılır. Həmin gün səhərəcən yatmadıq. Dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. İlə qoşulması ilə bitən sözlərdən sonra nan, nən, sait ilə bitən sözlərdən sonra yunan, yinən şəklində tələffüz olunur. Varını heç kəslə bölüşmək istəməyən yoxsuldur. Məktubu ona çatdır. Qalanı isə qalanı ilə işin yoxdur. Üçün qoşması samitlə bitən sözlərdən sonra çün, saitlə bitən sözlərdən sonra yütsün şəklində tələffüz olunur. Böyük insanların səhvləri axmaqlar üçün olacaq. Təsəllidir. Sərkərdə üçün, sərkərdə üçün qələbədən şirin şey yoxdur. 5 də asandır. 5-i də mən yazacağım. Uşaqlar bu tipli, yəni 5-i tipli belə deyək də tapşırıqları sevirəm. Nəysə, keçirəm kimi, savaşı, cancən, dək
və tək qoşulmaların müvafiq sözləri artıraraq cümlələrdə işlədin. Deməli, kimiyə yaza bilərsiniz. O bacısı kimi mehriban və qayğıkeşdir. Savayı, dərsdən savayı o həm də musiqi ilə maraqlanır. Can, sən bizimlə gəlsən, lap yaxşı olar Can. Dək, şəhərdən axşama dək daha doğrusu səhərdən axşama dək dərs oxuyurdu tək. O özü dostları ilə arasında tək lider görünürdü. Belə yaza bilərsiniz. Daha sonra 6. Cümlələrdə orfoqrafik qaydaya uyğun olmayan qoşmaları seçib düzgün şəkildə yazın. Mən burada işarələmişəm uyğun olmayanlara, amma yenə də düzgün variantda deyəcəm sizə. Azad fikrini cəmləmək üçün gözlərini yumub sakitləşməyə başladı. Yəni mən bunu düzgün variantda deyirəm. Siz də üçün yazacaqsınız. Daha sonra uşaqlar axşama çalışdılar. O yay dartınıb yuxarı atıldı və topu səbətə saldı. Anar səhərə qədər və ya səhərə yatmayıb atasının dedikləri haqqında düşündü. Nailə rəfiqələri ilə gəzməyə çıxmışdı. Anası üçün bayrama gözəl hədiyyə hazırlamışdı. Yəni birincidə üçün, ikincidə Can, 3-də tək, 4-də dək, 5-də rəfiqələri ilə 6-da da anası üçün. Yəni bu sözlər uyğun gəlmir. Mən dediklərimi yazarsınız. Keçirəm tapşırıq 7-yə. Oy. Aha, 7-də nə deyir? Qoşulmaların işlənməsi ilə bağlı düzgün variantı seçib cümlələri köçürdün. Bilmirdim ki, bunu məndən ötəri edirsən. Deməli, birincidə ötürü, 2. Sinifimizdən sənin qədər çalışanı yoxdur. Sinifimizdə sənin qədər çalışan yoxdur. O günlər xəyaldək tək uzaqlardadır. Burada da tək olacaq. Yaza bilsəm yazacağım. Bir dəqiqə. Uşaqlar, gördüyünüz kimi yazdım. Birinci ötürü, ikinci sənin, üçüncü də tək. Beləliklə bir videomuzun daha sonuna gəldik. Ümid edirəm videonu bəyənib kanala abunə olacaqsınız. Sağ olun, salamat qalın.